icazə verdim. Başlayaq. Səslərinizi alıram elərik. Aha. Deməli, hərəsindən bir neçəsini izah edəcəm. Ümumiyyətcə bu bölmədə yaza bilməməyinizin və yaxud da ki, hər hansı bir çətinliyin yaranmasının ən əsas səbəblərindən də biri budur ki, cümlə üzvləri haqqında məlumat azdır. Ona görə çətinlik yaradır sizə. Məsələn, gəlin tutalım, birinci cümləyə baxaq, şəxs əvəzlikləri və qeyri-müəyyən əvəzliklər. Onlar ümumiyyətcə kimi, nəyin sualına cavab verdiklərinə görə adətən cümlədə mübtəda, bir də tamamlıq olurlar. Və yenə deyirəm, bunu bilmək üçün əlbəttə cümlə üzvləri haqqında sizin az da olsa məlumatınız olmalıdır. Mübtəda kim, nə, sual, hara suallarından birinə cavab verir. Tamamlıq isə ismin halları ilə kimi, nəyi, kimə, nəyə, kimdə, nədən bu suallardan birinə cavab verir. Sonra gəlir işarə əvəzlikləri. İşarə əvəzlikləri təyin etdiyinə görə, hansı sualına cavab verdiyinə görə, cümlə üzvlərindən də təyin hansı sualına cavab verdiyinə görə təyin olur cümlədə. Məsələn, bu kitab, burada baxırıq ki, bu işarə əvəzliyidir. Hansı sualına cavab verir və cümlədə olacaq təyin. Təyini də biz dalğalı xəttlə işarələyirik. Yəni, yaza bilsəniz bu bölməni nə gözəl, amma yaza bilməsəniz də yenə cümlə üzvlərində mənə, yəni, eyb yox. Bunları keçərəm, nəzərə alaram bunları. Sonra, məsələn, üçüncü sualda deyir ki, cümlələrdən hansında qeyri-müəyyən əvəzlik mübtəda yerində. Deməli, sizə lazımdır qeyri-müəyyən əvəzlik olsun və kim nə sualına cavab versin. Siz çünki mübtəda deyil. Mübtədanın sualları da kim və nədir. Aha. İndi deyirəm ki, onu dinlədikcə keçmiş günlər gözümün önünə gəlirdi. Gözümün önünə gəlirdi nə günlər? Burada mübtədamız isimdir. Ona görə bu variant getdi. Bəziləri bu işin məsuliyyətini dərk etmir. Məsuliyyətini dərk etmir. Kim? Bəziləri. Sənə deyiləcək sözlərim çoxdur. Çoxdur xəbər. Nə çoxdur? Sözlərim. Burada mübtədadır. Bu getdi. Mübtəda daha doğrusu isimlə ifadə olunub. Ona görə bu da getdi. Elələrinin dərsi vaxtında verilməlidir. Ellərinin dərsi vaxtında verilməlidir. Burada mübtədamız yoxdur. Ona görə bu da getdi. Sənə dost desəm, dilim qurulsun. Desəm, kim desəm, mən desəm. Burada mübtədamız gizlənib. Ona görə bu da getdi. Qalacaq bir dənə bəziləri. Onlar işarə əvəzlikləridir, amma bəzi qeyri-müəyyən əvəzlikdir. Və baxın, burada dərk etmir. Bu işin məsuliyyətini dərk etmir. Hamısı birlikdə xəbərdir. Kim? Bəziləri. Yəni, bunları yaza bilməsəniz də eyb yox. Çünki birbaşa cümlə üzvləri ilə bağlıdır və cümlə üzvləri haqqında sizin ətraflı məlumatınız olmalıdır. Ona görə də sizin işləyə biləcəyiniz əsas məsəl üçün suallardan. Məsələn, bəli. Bu işarə əvəzliklərinin əsas sintaktik vəzifəsi təyindir, Təyindir. Bəli. Əsas sintaktik vəzifəsi təyindir. Onu qeyd edə bilərsiniz. Qaydatda belə. Şəxs əvəzlikləri mübtəda və tamamlıq olur. Bəli. İndi məsəl üçün 6 və 7-ci sual, 7-8 eynidir. Məsələn, 7-yə baxaq. Deyir, bir hal şəkilçisi qəbul edərək. Burada bunu soruşaq, elələrinin dərsini, bax, bunun sualı belə verilir. Nə vaxtında verilməlidir elələrinin dərsi? Burada elələrinin dərsini... Orada parçalaya bilmirik. Bax, bunun sualı, ümumiyyətlə, elələrinin dərsini hansı şəkildə verməliyik sualını? Bir dəqiqə. Deməli, indi baxaq məsəl üçün 6, 7, 8 eyni tipli suallardır və yer zərfliyi istəyir. Ümumiyyətcə yer zərfliyi olanda adından da göründüyü kimi hərəkətin yerini bildirəcək, yəni baş verdiyi yeri. Burada zərf gedir. Gedir. Deməli, neynəməlisiz? Yer sualına cavab verməlidir. Hara, haraya, haradan bu suallardan birinə cavab verir yer zərfliyi. İndi siz məsəl üçün bax hər kəsdir, məndir, bəzidir, səndir. Bunları hal şəkilçisi artırdığımız zaman onu hara sualını cavab vermir. Amma deyirəm ki, məsəl üçün, mən bugün sizə gələcəm. Yazıram. Mən bugün sizə gələcəm. Burada siz şəxs əvəzliyidir. Mən ona yönlük hal əvəzliyini əlavə edib, sizdir, bizdir, bunlar. Və yaxud da ki, bizə gələrsən. Bizə gələrsən. Burada yönlük hal şəkilçisini əlavə edib, onu yer zərfliyi kimi işlədə bilirik. Bizə gələrsən və yaxud da ki, sizə gələrsən. Yəni, bu sözləri yadınızda.
Onlara getdik. Onlar da olar burada. Aha. Sonra keçək məsəl üçün, burada məsəl üçün 9 və 10-cu suallardan birində məsəl üçün feillə əlaqələnməni istəyir də. Feillə əlaqələnmə odur ki, artıq bir növ xəbərlə feilin yanında gəlir, onunla bağlı olur. B bəndində belə işlərin. Burada belə əvəzlikdir, amma ismin yanında gəlib isimlə əlaqəyə girib. Belə söz-söhbət yenə də isimlə əlaqəyə girib. Belə xətti isimlə əlaqəyə gəlib. Sonra burada o heç vaxt belə danışmazdı. Bax, burada belə sözü işarə əvəzliyidir və feilin yanında gəlib. Yadınıza gəlirsə, mən sizə demişdim ki, elə və belə sözləri həm sifəti, həm də zərfi əvəz edə bilər. Sifəti əvəz etdikdə ismin yanında, zərfi əvəz etdikdə isə feilin yanında gələcək. Ona görə də burada belə danışmazdı. Feilin yanında gəldiyinə görə bu bir zamanlar zərfi əvəz edib. Ona görə düzgün cavabımız olacaq Y bəndə. A bəndində dostum belə məni anlamırdı. Burada məni şəxs əvəzliyidir. Belə sözü isə burada ədatdır. Yadınıza gəl demişdim sizə, belə, elə, belə sözləri ədat da ola bilər. Ədat olduqda suala cavab verməyəcək və cümlənin təsir gücünü artıracaq. Və 10-cu sualda eyni şəkildədir, amma bu dəfə siz isimlə əlaqələnini istəyəcəksiniz və xüsusən də diqqətli olun, sizdən işarə əvəzliyini istəyir. Keçək bu tərəflərdən bir neçəsinə baxaq. Aha, bax yenə də 12-13 tipli suallar da eynidir. Deyir ki, elə və elə sözləri hansı cümlədə əvəzlik kimi işlənməyib. Deməli, onda ədat ola bilər. Çünki elə belə sözləri suala cavab verəndə əvəzlik, suala cavab verməyəndə isə ədat olur. Onun iş qaydası belədir. Necədir? Belə. Suala cavab verdi, əvəzlikdir. Belə hadisələrə, necə hadisələrə əvəzlikdir. Belə etsən peşman olmazsan, necə etsən peşman olmazsan, belə etsən peşman olmazsan. Burada belə sözü yenə də əvəzlikdir, çünki suala cavab verir. Özünü belə fitnəkarlardan qoru. Necə fitnəkarlardan? Belə fitnəkarlar. Amma dostları belə ona salam vermirdi. Bax, burada belə sözü, dostları belə. Bu artıq ədatdır. Çünki ədat inşallah biz bir neçə dərs sonra keçəcəyik. Ədat cümlənin təsir gücünü artırır və suala cavab vermir. Sadəcə onun təsir gücünü artırır. 13-cü sualı işarələyin ki, eyni tiplidir. Bu dəfə yenə də siz elənin bu dəfə əvəzlik kimi işləndiyini istəyəcək. Məsələn, 14-cü sualda işarə əvəzlikləri istəyir. O, bu, elə, belə, həmin. Bu dəfə sizdən istəyir ki, işarə əvəzliyi təyin funksiyasında. Təyinin işarəsi necə idi? Dalğalı. Və necə nə cür sualına cavab verməli idi? Məsələn, burada baxsaq, gələn odur. Odur. Burada cümlədə xəbərdir. Bu getdi. Bunlara çox dedim, az eşitdilər. Burada da işarə necə nə cür sualına cavab vermir. Bu da getdi. Mənim məsələ haqqında fikrim belədir. Belədir xəbər. Yoxlamanın nəticəsi bunu təsdiq etdi. Təsdiq etdi nəyi, bunu? Nəyə sualına cavab verəndə tamamlı olur? Bunu da yenə cümlə üzvlərində keçəcək. Həmin kitab, aha, baxıram işarə əvəzliyidir həmin sözü. Hansı sualına cavab verdiyinə görə həmin sözü burada artıq biz onu eləyə bilərik? Ürək rahatlığı ilə təyin götürə bilərik. Aydındır. 15-ci sualda və 16-cı sualda yadınıza gəlirsə, bayaqlar baxdığımız testlərin içərisində o vergül qoyula da bilər, qoyulmaya da bilər. Yəni intonasiyanın həm işarə, həm də şəxs əvəzliyi kimi. İşarə olduqda mübtəda, şəxs əvəzliyi olduqda mübtəda, işarə əvəzliyi olanda isə təyin olacaq. Yaxşı, bax, bu tipli baxacaqsınız. Məsəl üçün, burada cavabımız 15-də C bəndi olacaq. Bax, deyirik ki, o heç dumanlı dağlar, yox, səhv vaxtımız üstüm. Yuxusunda da o meşələri, dağları görərdi. Gəlin bir-bir baxaq. Görərdi kim? O. Bir dəfə kimi deyə bilirsiniz? Bir də deyə bilərəm ki, yuxusunda da o dağları, o meşələri, hansı dağları, hansı meşələri deyəndə artıq təyin olacaq. Eyni ilə 16-da onun kimidir. Məsəl üçün, əvvəllər Gülnarı o qədər də, burada o qədər nə işarə kimi götürə bilməzsiniz, şəxs əvəzliyi kimi götürə bilməzsiniz, mübtəda olsun, getdi. O heç dumanlı dağları, heç burada ədatdır. Özündən sonra heç vaxt vergül qoyula bilməz.
O heç dumanlı dağları aranı gəzməmişdi. Kim o? Burada şəxs əvəzliyi kimi düşünə bilmirsiniz. O tərəflər, hansı tərəflər? Suala cavab verdiyinə görə burada təyin olacaq D bəndində. Həsən müəllim xəyalən tez doğma yerlərə sual verirsiniz. Hansı doğma yerlərə? O doğma yerlərə burada da artıq işarə, yəni təyin olacaq cümləmizdə. Və indi keçirik şəxs əvəzliklərindən biri yalnız bir cümlə üzvü kimi işlənə bilir. Bu da qalsın, çünki bunu hələ 18-19-u saxlaya bilərsiniz hələlik cümlə üzvlərində tam başa düşəcəksiniz. Yəni tamamlıq, zərflikdir. Bunları ətraflı danışacağıq sizinlə. İşarələyin ki, inşallah keçəndə qayıdacağıq bunlara. Hansı cümlələrdə qeyri-müəyyən əvəzi? Amma bu rahatdır, çünki mübtəda haqqında hər birimizin məlumatı var. Bilirik ki, mübtəda kim, nə, hara suallarından birinə cavab verir. Bizə nə istəyir? Qeyri-müəyyən əvəzi olsun. Mütləqa, yəni siz başqa mübtəda qeyd götürməyin. Kimsə burada açıq danışmaqdan çəkinməsin. Çəkinməsin kim, kimsə. Baxıram, kim sualına cavab verdi və kimsə sözü qeyri-müəyyən əvəzlikdir. Götürərəm. Hər kəsi dindirsən, sənə Koroğludan danışacaq. Danışacaq kim? Hər kəsi dindirsən, burada alınmayacaq. Qeyri-müəyyən mübtəda kimi götürə bilməyəcəksiniz. Heç kəs unudulmur. Unudulmur. Kim? Heç kəs. Qeyri-müəyyən əvəzlikdir. 3 götürərsiniz. Heç kimi bu hadisəyə görə günahlandırmadılar. Kimi günahlandırmadılar? Onlar. Kim? Onlar. Burada mübtədanız gizlənib. Ona görə bu da getdi. Biz sizlə gələcəkdə sadə cümlənin şəxsə görə növlərindən keçəcəyik ki, qeyri-müəyyən şəxsi cümlələrdə mübtəda gizlənir. Bu da qeyri-müəyyən şəxsi cümlədir və mübtədanın kim olduğunu bilmirik. Hərə közü öz qabağına çəkir. Çəkir kim? Hərə. Burada hərə kim sualına cavab verdiyinə görə burada da qeyri-müəyyən əvəzi mübtəda funksiyasındadır. Neçə gündür ki, birinin yolunu gözləyirəm. Kim? Mən. Mən gözləyirəm. Mübtədamız məndir və mən də qeyri-müəyyən əvəzlik deyil. Ona görə bu da getdi. Olacaq 1, 3 və 5. 22-də də bax, eyni şəkildə mübtəda istəyirsə sizdən kimlə sualına cavab verməlidir. Sizdən tamamlıq istəyirsə ismin halları kimi, kimə, nəyə, kimdə, nədən bu suallara cavab verəcək. Xəbər istəyirsə cümlənin sonunda olacaq. Nədir, kimdir? Bu suallardan birinə cavab verəcək. Aydındır. Deməli, əvəzliyin morfoloji xüsusiyyətlərini gəlin müəyyən qədər baxaq. Hansı deyir həm insana, həm digər canlılara, həm də cansız əşyalara aid olur. Sizə canlı və cansız aid olan bir dənə əvəzlik var, şəxsi var. O da üçüncü şəxsdir. O və onlar. Çünki onu kitaba da aid eləyə bilərsiniz, insana da aid eləyə bilərsiniz. Məsələn, o gəldi və yaxud da ki, o itdi, yəni kitabı nəzərdə tuta bilərsiniz. Ona görə necə ki, ingilis dilində he, she, it, məsələn, iti siz artıq cansızlara, hini, şini canlılara, onlarda cins kateqoriyasına bölünür, amma bizə bölünmür. Ona görə bizdə üçüncü şəxsin təki də, cəmi də həm canlılara, həm də cansızlara aid oluna bilər. Məsələn, A-nı bu cürə, yəni A-da götürə bilərsiniz. Sonra qızlar, 2-də hansı əvəzliklər hallana bilmir? Əvəzliyin morfoloji ümumiyyətcə testi kitabda qaydanı oxuyanda orada mənsubiyyətə görə dəyişən əvəzliklər də var. Hallanan, hallanmayan, orada böldükləri punktlar var. Amma mən onların heç birini sizə əzbərləməyin tərəfdarı deyiləm. Başa düşməyə çalışın, özünüz hallandırın. Və yaxud məsəl üçün baxıram ki, A-da deyirəm hallandırıram. Deyirəm hansını bəyəndiyin onu götür. Burada hallandı. Heç kimə etibar yoxdur. Burada hallandı. Onlara sözümü dedim. Hallandı. Bəzilərindən xoşum gəlmir. Bəzilərindən gördünüz çıxışlı xal qəbul elədi. Amma özlə hər hallanmır. Öz mənsubiyyətə görə dəyişir yenə cəhənnəm, amma hər isə ümumiyyətcə mənsubiyyətə görə dəyişmir, hallanmırdı. Çünki o təyinə əvəzlikdir və hansı sualına cavab verir. Məsəl üçün, gəlin həri hallandırın. Necə hallandıracaqsınız? Hallanmayacaq. İndi keçək məsələn 3-cü suala. Hansı cümlədə işarə əvəzi ismin yerində işlənib? Sifətin yerində işlənsə bilirsiniz ki, necə sualına cavab verəcək. Gəlin onu əvvəlcə onları silək. O ağac.
Hansı ağac? Burada hansı sualına cavab verdiyinə görə sifət əvəz edib. Elə kitab, hansı kitab sifət əvəz elədi. Elə yaz, burada feilin qarşısında gəlir. Feilin qarşısında gəldiyinə görə nə edəcəyik? Bilirik ki, zərfi əvəz eləmiş olacaq. Ona görə bu da getdi. Bu uşaq əlaçıdır. Hansı uşaq? Bu uşaq. Yenə də ismin qarşısında gəldiyinə görə sifəti əvəz elədi. Sifəti əvəz elədi, sifəti zərfi. Amma indi bunu oxuyun. Bunu diqqətlə oxuyun. Sual verin əvəzliyə. Nəyi? Nəyi sualda bilirsiniz ki, ismin sualı olduğuna görə burada da ismi əvəz edib. Ona görə düzgün cavabımız D bəndi olacaq. Aha. Bax, 6-cı sualda deyir, hansı yalnız sifətin yerində işlənir? Variantları silə bilərsiniz. Elə və belə əvəzlikləri bilirsiniz ki, sifəti və zərfi əvəz edir. Ona görə bunlar getdi. Hər kəs və heç kim ismi əvəz edir. Məsəl üçün, hər kəs içəridə idi. İndi ismi əvəz edib deyə bilərsiniz ki, uşaqlar içəridə idi. Heç kim gəlmədi, əvəz edin, uşaqlar gəlmədi. Görürsünüz, burada neynədir? İsmi əvəz eləmiş oldu. Ancaq burada həmin sözü təyini əvəzlikdir. Təyini deyirəm, üzr istəyirəm. O, bu, elə belə həmin işarə əvəzliyidir. Həmin sözü yalnız və yalnız sifət əvəz edir. Çünki o hansı sualına cavab verir? Kim və ya nə sualına cavab verə bilmir. 4-də. Hansı sırada cər ifadələrin birinci tərəfi əvəzliklə ifadə edilmişdir? Nə deyir? Hansı sırada ifadələrin birinci tərəfi əvəzliklə ifadə olmuşdur? Deməli, oxunmuş kitablar. Burada oxunmuş sözünə, məsəl üçün, birinci tərəfə baxsanız, oxunmuş feili sifətdir. Ümumiyyətcə, bu əvəzlik deyil. Bunu silin. Sonra, gələn qonaqlar. Gələn sözü siz əvəzliyin içində görməmisiniz. Ona görə bu da getdi. Gedilməli yol, bu da getdi. Siz belə gedilməli deyə bir əvəzlik görməmisiniz. Deyilən sözlər yenə də görməmisiniz. Düzdür? Ən sadələrindən silərək gedirəm. Gəlirəm Y bəndinə. Hansı otaq, neçə tələbə bu kitab? Hansı sual əvəzliyi, neçə sual, bu isə işarə əvəzliyidir. Burada əvəzliyin mənacı növü. Məsələn, 7-ci sualda bir-bir əvəzliyin növlərinə baxacaqsınız, biri fərqli olacaq. 8. Dediyim kimi 8 tipli sualları əzbərləyə bilərsiniz ki, hansılar mənsubiyyətə görə dəyişir, hansılar yox. Amma hər zaman olduğu kimi tövsiyə eləmirəm ki, əvəzi özünüz tapın. Hansı əvəzi ilə mənsubiyyət şəkilçisini işlənə bilmir? Biz bilirik ki, mənsubiyyət şəkilçisinin mənsubiyyətin qaydası nə idi? Yiyəlik üstə gəlsin mənsubiyyət. Mənim heç kimim yoxdur. Aha, baxıram mənim. Yiyəlik halda işlədə bildim. Heç kimim. Burada oldu mənsubiyyət. Mənim özüm yenə də mənsubiyyətə görə dəyişdi. Mənim haramsa ağrıyır. Bu da dəyişdi. Mənim kimsəm yoxdur və yaxud da deyirəm, mənim nəyimsə itib. Yenə də mənsub oldu məni hamısında. Fikir verə bilirsiniz, mənim heç kimim, mənim haramsa, mənim kimsəm, mənim özüm. Amma Y bəndində o və bunu siz necə mənsubiyyətə görə qızlar işlədəsiniz? İşlədə bilməyəcəksiniz. Mənim oyum və yaxud da mənim buyum. Sənin oyun, sənin buyun olmur. Amma digərlərini bütün şəxslərdə işlədə bilərsiniz mənsubiyyətə görə. 9-cu sualda işarə əvəzliyi ismin yerində işlənib. Bayaq izah elədiyim 3-cü sual kimidir. Eyni ilə 3-cü sualdır ki, kimin nəyin sualına cavab verməsi lazımdır. 10-cu sualda sifətin yerində işlənsə, ismin qarşısında gəlib necə, nə cür sualına bax. Özünüz üçün qeydlərinizi götürün. Burada ismin qarşısında gəlməlidir və necə, nə cür, hansı suallarından birinə cavab verməlidir. Sonra, bax, 11-ci sualda mənsubiyyət şəkilçisi qəbul edə bilmir. Qızlar, bayaqki kimi yiyəlik halda olan sözlərlə işlədin. Görün, hansını da işlədə bilmirsiniz. Bax, eynindən baxın. Əgər yaza bilməsiniz, variantlardan baxıb düzəldəndə işlədin mənsubiyyətə görə. Hansı nümunədə əvəzlik zərfi əvəz edib? Əvəzlik zərfi nə zaman əvəz edir? Feilin qarşısında gələndə. Həmin əhvalat burada ismin qarşısında gəlir, sifəti əvəz edib. Özüm gördüm, burada mən gördüm, ismi əvəz edib və yaxud da ki, əvəzliyi əvəz edib. Yəni, hər halda zərfi əvəz eləməyib.
Çünki zərfi əvəz eləsə, necə, nə cür sualından birinə cavab verər və feilin qarşısında gələr. Bəziləri toplaşırlar. Kim toplaşır? Bəziləri. Burada artıq ismi, sifəti, zərfi əvəz eləməyib. Elə söhbət. Necə söhbət? Burada ismin qarşısında gəlib sifəti əvəz edib. Amma C bəndinə baxın, belə danışırlar. Necə danışırlar? Belə. Necə? Burada artıq feilin qarşısında gəldiyinə görə deməli, bax məsələn Fatimə, sən deyirsən ki, elə belə sözlərini aid eləməkdə çətinlik çəkirəm. Burada bax, sən hər zaman yadında saxlayırsan ki, elə belə sözlər ya əvəzlik, ya ədat olar. Suala cavab versə deməli ədat deyil, əvəzlikdir. Bir dənə qalır orada müəyyənləşdirmək ki, bu sifəti əvəz edir, yoxsa zərfi əvəz edir. Sifəti əvəz etsə, ismin qarşısında gələcək, məsələn, D bəndindəki kimi, zərfi əvəz etsə, feilin qarşısında gələcək. Yəni, qızlar, zərfi keçəndə tam oturuşacaq yerinə, nə vaxtsa bu belə sözünün yerini bir zərf olub. Məsəl üçün, deyirəm ki, cəsarətlə danışırlar, bu zərfdir. İndi mən əvəzliklə onu əvəz eləmişəm. Necə danışırlar? Cəsarətlə. Sonra, məsələn, mən meydan əriyəm, sən də bir kişi, mərdliklə seçilir, hər mərdin işi. Burada deyir əvəzliklər. Birincisi, bu sualı işləmək üçün əvəzlikləri seçib tapmaq lazımdır. Mən, sən, bir də hər. Hər mərd sual verirsiniz. Hansı mərd? Hansı sualına cavab verirsiniz? Mən onda burada sifət olub. Sən deyim, mən də. Bunlar da bilirsiniz ki, ismi əvəz edən əvəzliklərdir. Ona görə burada da isim. İsim və sifət götürəcəksiniz. Şəxs əvəzlikləri çünki adətən ismi əvəz edir. Yenə də 14-cü sualda sifətin yerində işlənmiş. Yenə də siz elə-belə sözlərinə diqqətli olmalısınız ki, ismin qarşısında gəlsin və necə nə cür sualına cavab versin. 15-ci sualda kimsə tək başına dünyanı udmaz, yalqız bir insanın şahlığı tutmaz. Kimsə tutmaz. Kimsə burada qeyri-müəyyən əvəzlikdir. Sual verin. Kim? Deməli, burada nə zamansa isim olub və onu əvəz edib. Ən yaxşı sual verərək rahatlıqla tapa bilərsiniz. Aha. Məsələn, baxırıq ki, bu bizim ən müqəddəs vəzifəmizdir. 17-ci sualda bu sözü bilirsiniz ki, burada əslində o işarə əvəzliyidir. Amma burada bu nə sualına cavab verir? Hansı nitq hissəsinin sualı nədir? İsmin. Deməli, burada ismi əvəz edib. Sonra, bir də yadınızda saxlayın, mən sizə onu mənsubiyyətə də görə demişdim. Şəxs əvəzlikləri heç bir halda mənsubiyyətə görə dəyişmir. Məsələn, 19-da bizim. Bizim deyir ki, mənsubiyyət şəkilçisi qəbul edib. Xeyr. Bizim yiyəlik hal şəkilçisidir. Şəxs əvəzlikləri heç bir halda mənsubiyyətə görə dəyişmir. 20-21-ci suallarda da yenə hallanma məsələsidir. Özünüz hallandıracaqsınız, qızlar. Ya dediyim kimi oturun, əzbərləyin ki, tərəfdarı deyiləm. Ya da özünüz hallandırın. Hansı cümlədə əvəzlik sifətin yerində işlənmişdir? Yenə də necə, nə cür sualına cavab verməlidir və ismin yanında gəlməlidir. Məsələn, D bəndinə baxın. Bu əməliyyat hansı əməliyyat? 26. Bu dünyanı mən təcrübə eylədim. Namərd birdir, onda 2 ad olmaz. Bu dünyanı sual verəcəksiniz. Hansı dünya? Hansı sualı da hansı nitq hissəsinin sualıdır? Sifətin. Ona görə burada bu dünyanı biz sifət götürəcəyik. Yəni, sifəti əvəz edib. Mən təcrübə elədim. Mən burada, yəni, tutalım Rəhimə. Mən Rəhimə təcrübə edib. Burada Aşıq Ələsgərin dilindən şeirdir. Aşıq Ələsgər özünü nəzərdə tutub da. Əslində, bu dünyanı Aşıq Ələsgər təcrübə elədi. Belə də verə bilərsiniz. Deməli, burada mən ismi əvəz edib. Sonra, namərd birdir, onda, yəni namərddə. Namərddə 2 ad olmaz. Burada namərd axı sifətdir. Burada onda deyəndə sifəti nəzərdə tutduğuna görə sifət, isim və sifət olacaq. Və sifət. Düzdür. Yəni, burada onda deyəndə düzdür, ismi əvəz edib, sifəti yox, üzr istəyirəm. Burada namərd birdir, onda, yəni o adamda, yəni onda ismi əvəz edib. Aha, bəli, burada deməli onda isim olacaq. Səhv dedim, üzrü sayın, deməli isim. Aha, sifət, isim və isim, yəni D bəndi olacaq. Məsələn, 27-ci sualda yenə də zərfi əvəz eləmiş. Zərfi əvəz etməsi üçün feilin qarşısında gəlməlidir. Necə, nə cür sualına cavab verib?
hərəkətlə bağlı olmalıdır. C bəndinə baxsanız, belə işləsək, sual verin. Necə işləsək, belə işləsək. Və feilin qarşısında gəldiyinə görə zərf əvəz eləmiş oldu. Bayaqdan bu tipi bir xeyli suala baxmışıq. 28-də həm mənsubiyyət, həm hal. Aha, bu suala diqqət. Deməli, onun özü. Biz bilirik ki, mənsubiyyət şəkilçisindən isə hansı sözdə mənsubiyyət şəkilçisi var, onun qabağına yiyəlik halda olan söz qoyuruq. Onun özü, birinci deməli oldu burada mənsubiyyət, onun özündən hal. Deməli, həm mənsubiyyət var qızlar burada, həm hal var. Kimsədən soruşmazdır. Burada kimsədən. Sizcə mənsubiyyət var, onun kimsədən. Görürəm ki, düz gəlmədi. Ona görə burada təkcə hal var. Sonra, beləsini qovmaq lazımdır. Onların beləsini görürəm amma mənsubiyyət düz gəldi, oturdu yerinə. Deməli, onların beləsi deyəndə mənsubiyyətdir. Onların beləsini haldır. Özünlə, sənin özün, sənin özünlə. Burada ancaq mənsubiyyət var. Onların hərəsi, yenə də görürəm ki, ancaq mənsubiyyət var. Hal yoxdur. Ona görə götürəcəksiniz biri, bir də üçü. Aha, burada 33-34-cü suallar eyni tiplidir. Birini izah etsəm, kifayət edəcək sizə. Deməli, heç kəsin əməyini itirmək olmaz. Biz baxırıq birinci cümlədə əvəzi tapırıq heç kəs. Heç kəsin yiyəlikdir. Heç kəsin əməyi. Yiyəlik üstəgəl mənsubiyyət. Birinci yiyəlik aldıq. Qohumun kimdir sual əvəzliyidir və hal şəkilçisi yoxdur. Hal şəkilçisi olmadığını görə mən bu sözünə götürəcəm adlı halda. Dumanda heç nə görmək mümkün olmurdu. Nəyi görmək? Heç nəyi. Bax, fikir verin. Heç nəyi. Yadınıza gəlir, mən sizə demişdim. Qeyri-müəyyən təsirli halda olan sözləri fərqləndirir. Qarşısına bizə cümlə o, bu əlavə edirdik. Ya da ki, sözü gətiririk, cümlənin əvvəlinə qoyurduq. Heç nəyi gətirəm əvvələ qoyuram. Heç nəyi dumanda görmək olmur. Bu oldu təsirli hal. Heç nədən çıxışlı hal. Kitabım kimdədir? Mənim kitabım. Burada mənsubiyyətdir, adlı haldadır. Ümumiyyətcə əvəzlik deyil zaten. Kimdədir? Kimdə burada də yerlik halın şəkilçisidir. Ona görə deməli bu və ardıcıllıqla artıq özünüz düzərsiniz. Eləcə də 34 eynidir. Aha, 35-də. 35-də nəyini biz irəlidəki dərslərdə yenə keçəcəyik. Nə həm əvəzlik ola bilir, həm ədat ola bilir. Əvəzlik bir də bağlayıcı da ola bilir. İndi necə fərqləndirəcəksiniz? Əvəzlik olanda suala cavab verəcək. Məsələn, deyirəm, evə gələndə nə alım? Burada əvəzlikdir. Bağlayıcı olanda inkarlıq mənasını bildirəcək. Nə yatır, nə oxuyur. Bax, Orxan nə yatır, nə dincəlirdi. Burada inkarlıq mənasını. Yəni, heç bir nə eləmir. Cümlələri bir-birinə bağladı. Ədat olduqda isə cümlənin təsiri gücünü artıracaq. Məsələn, indi nə gəzməli havadır, bu nə gözəl havalıdır, nə gözəl yaraşır. Burada heç birində suala cavab verə bilmədiyinə görə bunların hamısı ədat olacaq. D bəndi bağlayıcı olacaq, qalır A bəndi. Bu işə nə deyirsən? Artıq burada mən anaya sual verirəm və cavab olmaq istəyirəm. Bu qaydada yəni yazacaqsınız. 36 da eyni tipli sifəti əvəz edilmiş sualıdır. Aha. 37. Deyir, həm say, həm də əvəzlik kimi düşünmək olar. Deməli, onlarla sözünü say kimi düşünmək üçün bir qədər onda say məzmunu olmalıdır. Baxın C bəndinə. Onlarla adam iftixar hissi keçirdirdi. Yəni, nə qədərsə adam, onlarla adam. Amma bir də deyə bilərəm ki, onlarla adam iftixar hissi, yəni onlar ilə birlikdə. Bir dəfə onlar üstəgəl lanı qoşma kimi götürə bilərsiniz. Yəni onlarla adam özünlə, onlarla birlikdə deməkdir yəni. Bir də deyə bilərəm ki, onlarla adam iftixar hissi keçirdirdi. Nə qədər adam, onlarla adam.
Sonra bu rahat sualda 38 deyir quruluşca sadə mürəkkəb olur. Əsas nitq hissələrindən biridir. Hansı nitq hissəsinin yerində işlənirsə onun sualının bu xüsusiyyət bircə əvəzliyə aiddir ki, hansı nitq hissəsinin yerində işlənirsə o suala cavab verir. Aha, keçək. Məsələn 41-ə baxaq. 41-də deyir ki, ardıcıl olaraq isim, sifət, zərfi əvəz edəm. Deməli. Aha, baxın D bəndinə. Digər variantlarda özünüz baxarsınız, görəcəksiniz buradakı kimi alınmır. Mən bu tamaşadan necə əl çəkim? Mən, kim, mən ismini əvəz edir. Bu tamaşa, hansı tamaşa ismin qarşısında gəldiyinə görə sifəti əvəz edib. Necə əl çəkim? Əl çəkim burada xəbərdir. Necə sualı feilin qarşısında gəldiyinə görə burada zərfi əvəz edib. Necə əl çəkim? Burada zərfi əvəz etmiş olacaq. Deməli, 42-də mənsubiyyət və hal şəkilçisi istəyirsə, bayaqki qayda ilə bu testi işləyə bilərsiniz. Yenə də 44-də də məsəl üçün yenə də mənsubiyyət və hal şəkilçisi istəyir. Amma qeyri-müəyyən əvəzlik istəyir. Burada diqqətli olun. Məsələn, məsələ ilə bağlı hamınızdan cavab tələb olunur. Sizin hamınız mənsubiyyət, sizin hamınızdan çıxışlı hal şəkilçisidir. Özünüzü ələ alın. Məsələn, bu heç buna baxmayın, çünki bu qeyri-müəyyən deyil. Eləsi qeyri-müəyyən deyil. Birisi qapını, onlardan birisi qapını döyürdü. Burada hal şəkilçisi yoxdur. Məndən soruşma, niyəsini özündən soruş. Burada da qeyri-müəyyən əvəzlik yoxdur. 45-dir, 46-dır. Bu tipli işləyə bilərsiniz. Aha. Sonra şəxs əvəzlikləri, məsələn 49-cu sualda şəxs əvəzlikləri deyir hər üç şəxsin təkində və cəmində. Ümumiyyətcə klasterdə düzgün olanları tamamlayacaqsınız 2 punkt yazaraq. Şəxs əvəzlikləri hər üç şəxsin təkində və cəmində. Bəli, bilirik. Birinci, ikinci şəxsin təki və cəmi var. İsim kimi hallanır? Bəli. Mənsubiyyətə görə dəyişir. Xeyr, qızlar, bir qayda olaraq izləyənlərin hər kəsə, yəni aiddir ki, bir qayda olaraq uşaqlar şəxs əvəzlikləri mənsubiyyətə görə dəyişmir. Bu getdi, 3 getdi. Yalnız üçüncü şəxs əvəzlikləri insana aiddir. Xeyr. Üçüncü şəxs bilirik ki, həm insana, həm canlıya, həm cansıza aiddir. Ona görə cavabımız olacaq 1, bir də 2. Deməli, 50-ci sualda əvəzlikdir. Bayaqki izah elədiyim qayda ilə fikir verirsiniz. Nə əvəzlik olması üçün suala cavab verməlidir. 51-ci sualda da elə sən də onun kimi danışırsan. Burada suala cavab vermir. Suala cavab verə bilmədiyinə görə elə sözü burada ədatdır. Neyim? Sən eləsən, mən beləyəm. Necə? Burada əvəzlikdir. Suala cavab verir. Divanın üzlüyünü yamamaq üçün biz almışam. Biz burada iynə mənasındadır. Ona görə burada biz əvəzlik deyil. Bu getdi. Bu qaydada artıq davamında işləyə bilərsiniz. Yəni orada bir də burada onda hissələri diqqətli olun. Onda mən balaca uşaq idim. Nə zaman? Mənim onda bir, yəni o adamda, onda o şəxs əvəzliyi kimi gedir. Bunlara diqqət edərsiniz. Yəni 51-i özünüz tamamlaya bilərsiniz. 52. Niyə yaşayıram? Mən niyə sənsiz? Nə yerə baxıram, nə göyə sənsiz? Mən ki kör olmuşam hər şeyə sənsiz, kör gözün üstündə qaşı neynərəm? Mən şəxs əvəzliyidir və düzdür. Nə sual əvəzliyidir? Qızlar, nəyə ayrılıqda baxsanız, sual əvəzliyidir. Amma nə siz cümlədə baxın, nə yerə baxıram, nə göyə. Nə də olanda, inkarlıq bildirəndə inkar bağlayıcısı olacaq. Ona görə burada nə sual əvəzliyi deyil, 2 səhvdir. Bir dəqiqə. İkini götürürük səhvdir. Nə elərəm? Yəni nə edərəm? Sənsiz deyir, şəkilçi qəbul etmiş şəxsə. Sənsiz necə? Sifətdir, getdi. Hər təyinə əvəzlikdir, hər şey. Bax, burada qızlar, hər şey qeyri-müəyyən əvəzlikdir. Ona görə 5 səhvdir. Ayo, bir dəqiqə. Nə yerə baxıram mən sənsiz, hər şeyə baxıram sənsiz. Mən ki kör olmuşam, hər şey sənsiz. Başqa hər yoxdur, elə bir dənə buradadır. Ona görə hər burada təyinə əvəzlikdir. Fikir səhvdir. Bir də 6. Hər şeyə qeyri-müəyyən əvəzlikdir. Nə elərəm də düzdür. Sonra o, bu və elə belə. Bu Euler-Venn diaqramlarında xüsusilə diqqətli olun.
O, bu deyir feili əvəz edə bilir. O, bu feili heç bir zaman əvəz edə bilməz. Necə əvəz eləsin ki? İsmi əvəz edə bilir? Bəli, ismi əvəz edə bilər. Ona görə 2-ni götürəcəm. Sonra, elə belə və o, bu. Hər ikisi sifəti əvəz edə bilir. O adam, bu adam, elə adam, belə adam. Ona görə 3 düzdür, hər ikisinə aiddir. Bir zərflik ola bilir. Zərflik olmaq feili əvəz yanında gəlib, zərfi əvəz elədiyinə görə elə belə sözünə aiddir. Bunu qaydadan mütləq oxuyun. Yəni, zərflik olmaq o, buya aid deyil. Elə belə sözü, məsələn, elə danış. Burada feilin qarşısında gəlib, zərfi əvəz elədiyinə görə zərflik ola bilər. Yəni, bu ortada yazıla bilməz, qızlar. Sonra, ədatı əvəz edə bilir. Bəli, ədatı əvəz edə bilir. Ona görə bu düzdür. 5-i götürəcəm. Zərfi əvəz edə bilir. Bəli, bu da düzgündür. Zərfi əvəz edə bilir. Burada uşaqlar ədatı əvəz edə bilmir. Burada yazsaydı ki, ədat ola bilir, düz olardı. Amma burada yazıb ki, ədatı əvəz edə bilir. Ədat ümumiyyətcə köməkçi nitq hissəsidir. Köməkçi nitq hissəsində heç bir söz əvəz eləmir. Ona görə bu da səhvdir. Yəni, biz götürəcəyik buradan 2-ni, götürəcəyik 3-ü, götürəcəyik 6-nı. Aha. Sonra, araqçının məndədir, sərmişəm çəməndədir. Dünya gözələ dönsə, mənim gözüm səndədir. Bütün əvəzliklər şəxs əvəzliyidir. Baxaq, məndə dünya gözələ dönsə, mənim gözüm səndə. Hər, bütün əvəzliklər şəxs əvəzliyidir. Düzdür. Ona görə biri götürə bilərik. Yəni, biri daha doğrusu silirik ki, düzdür. Hamısı hal şəkilçisindən işlənib. Məndə, mənim, səndə. Hamısında hal şəkilçisi var. Bu da düzdür. Mənsubiyyət şəkilçilə əvəzlik var. Baxırıq. Burada ancaq görürsünüz şəxsi əvəzliyi işlənir. Fikir verin. Biz də nə demişik? Demişik ki, şəxs əvəzlikləri mənsubiyyətə görə dəyişmir. Ona görə 3-ü götürərik. Xəbər vəzifəsində olanı var. Bəli. Məndə dırdır, durdur xəbərlik şəkilçisidir. Yəni, cümlədə xəbər olur. Bu da düzdür. Birinci şəxsin təkində olan əvəzlik tamamlıq vəzifəsində. Tamamlıq olsa kimin nəyi sualına cavab verərdi. Amma burada məndədir, dır şəkilçisi varsa artıq cümlədə xəbər olur. Cümlə üzvlərində oturuşacaq yerinə. Ona görə cavabımız 3 və 5 olacaq. Həm mənsubiyyət, həm də hal şəkilçisi qəbul etmiş əvəzliklər yenə də eyni qayda ilə sizin özünüzdən həm mənsubiyyət, həm hal qəbul elədi. Kimsədən bunları soruşmazdı. Kimsədən. Burada kimsə qeyri-müəyyən əvəzlikdir, hal şəkilçisi qəbul edib, mənsubiyyət yoxdur. Eləsinə, onların eləsi, onların eləsinə. Həm mənsubiyyət, həm hal. Sən özünlə, sənin özün. Burada hal yoxdur, mənsubiyyət var. Onların hərəsi, burada mənsubiyyətdir. Onların belələrindən yaxşılıq gözləmə, onların belələri, onların belələrindən. Həm mənsubiyyət var, həm hal var. Ona görə 1, 3 və 6-nı götürərsiniz. Eləcə də 57-də diqqətli olun. Mənsubiyyət əgər istəyirsə, özündən qabaq yiyəlik halda olan sözü əlavə edə bilərsiniz. Və bir də məsəl üçün 62-ci tipli suallarda mən, o. Hər ikisi yadınızda saxlayın ki, şəxs əvəzliyi ola bilir, amma o eləcə də işarə əvəzliyi ola bilir. Deyir ki, birinci şəxs əvəzliyidir. Birinci şəxs əvəzliyi nə olur? Mən. Ona görə mən bunu yazaram bura. Bir dəqiqə. Bu necə yazaq? Hə, bunu buna verib də mənə aid edib. Birə yazması düzgündür. Çünki, düzgün deyil. Düzdür. Birinci şəxs deyirsə düzdür. Sonra, deyir ki, yiyəlik halda ın şəkilçisi qəbul edir. Biz bilirik ki, mən, bir də biz. Yəni, birinci şəxsin təki və cəmi yiyəlik halda ım şəkilçisi qəbul edir. In şəkilçisini qəbul etməsi isə ona aiddir, onun məsələn. Ona görə bunu bura verə bilərsiniz. İndi saxlayaq. Amonimliyi var. Amonimliyi var deyirsə, bunu ortada yazacaq. O-ya aid eləyəcəksiniz. Çünki o həm işarə, həm də şəxs əvəzliyi ola bilir. Həm kim, həm də nə sualına cavab verə bilir. Həm kim, həm də nə sualına cavab verirsə, bu artıq yenə də gedəcək o-ya. Həm canlı, həm də cansız varlıqlara aid ola bilir. Bu da canlı və cansız o-ya aiddir.
Deməli, indi biz burada tapdıq ki, hansına aiddir. Burada mənə 2-ni verib, 2 deyir ki, yiyəlik halda ın şəkilçisi, biz dedik ki, bu səhvdir. Biri götürə bilərik ki, birinci şəxs əvəzliyidir. Bəli, bu düzgündür. Sonra 3 ilə 4-ü ortaq verib ki, amonimliyi var. Həm kim, həm də nə sualına cavab verir. Bunu ikisinə də ortaq götürə bilmərik. Çünki mən də, o da həm kim, həm də sualına cavab vermir. Ona görə 3 ilə 4 də getdi. 5 düzgündür, yerində yazılıb. 6 düzgündür, yerində yazılıb. Keçək növbəti suallarımızdan axır son suallara. Bir dənə qızlar, burada 65-də kimsə 65-də kimsə sualında əvəzliyində mən yolunu göstərirəm, o tipi özünüz işləyəcəksiniz. Kimsəni siz iki cürə düşünə bilərsiniz. Bir deyə bilərsiniz ki, kimsə qapını döydü. Kimsə. Burada artıq qeyri-müəyyən əvəzliyi olacaq. Amma bir də deyə bilərsiniz ki, inkarlıq mənasını. Kimsə mənə kömək eləmədi. Kimsə mənə kömək eləmədi. Və burada özünüz diqqətli olun. Vurğunu həm önə Bəli, vurğusuna görə dəyişir. Bunu artıq sizin öhdənizə buraxıram ki, siz tapa biləcəksiniz, inanıram. Sadəcə diqqətli olun. İkisi də qeyri-müəyyən əvəzlikdir. Sadəcə biri inkarlıq mənasını bildirir. Məsələn, kimsə mənə kömək eləmədi. Bu şəkildə. Kimsə artıq mənə kömək eləmədi deyirsə. 64-də də baxa bilərdiniz. Bax, mən səni görəndən 64 yaxşı. Bir dəqiqə, izah edirəm. Mən səni görəndən bəri sinəm olub qəm dəftəri, öldür aşıq ələsgəri, özün günahkar olayaq. Deyir, 3 əvəzlik, gəlin əvəzlikləri sayaq. Mən, sən, özün. Bəli, 3 dənə əvəzlik var. Bir düzdür. Bir düzdür. 2. Əvəzliyin 2 məna növü işlənib. Mən, sən, şəxsi əvəzlikləridir. Özün təyini əvəzlikdir. Ona görə 2 məna növü işlənib. Bu səhvdir. Yox, bu da düzdür, sonra. Əvəzliklərdən ikisi isim, biri sifəti əvəz eləmişdir. Burada sifəti əvəz edən əvəzlik yoxdur axı. Sifəti əvəz etsəydi, necə sualına cavab verərdi. Bu da yoxdur. Ona görə bu səhvdir. Yəni, 3-ü götürərik. Əvəzliklərdən ikisi mübtəda, biri tamamlıqdır. Burada cümlə üzrünü keçməmişik deyə, mən səni görəndən bəri. Burada hamısı birlikdə zəiflik gedir. Ona görə burada tamamlıq yoxdur əslində. Ona görə 4 də səhvdir. Əvəzliklərdən yalnız biri müstəqil cümlə üzvüdür. Aha. Deməli, burada 3-4 olacaq. 5-i götürməyəcək. Niyə? Çünki yenə deyirəm, bu cümlə üzvlərlə bağlıdır. Mən səni görəndən bəri. Burada hamısı birlikdə zaman zərfliyi olacaq. Yəni, zərfliyi olacaq cümlədə. Ona görə bunlar müstəqil cümlə üzvü ola bilmədilər. Amma özün günahkar ol. Günahkar ol kim? Sən özün. Yəni, özün. Bir dənə bu müstəqil şəkildə cümlə üzvü kimi işlənə bildi. Ona görə bu da düzdür. Qalacaq 3 və 4. Və son olaraq keçək. Bax, yenə burada şəxs əvəzliyi qeyd. Bunlar sırf nəzəri suallardır, qızlar. Bunları danışdıqlarımız bütün hamısına əsasən artıq düzəltmək sizin boynunuza düşür. Məsələn, şəxs əvəzliyi ismi, qeyri-müəyyən. Hər ikisi ismi əvəz edə bilir. Ona görə də mən bunu 2-yə ortaq yazaram, birincini. 2-yə yazaram ki, A. 1, 3. Aha. Mənsubiyyətə görə dəyişə bilənlər. Şəxs əvəzlikləri heç bir halda mənsubiyyətə görə dəyişmir. Ona görə mən B-ni 1-ə yaza bilmərəm. Yazaram qeyri-müəyyən. Olar. Cümlədə mübtəda və tamamlıq. Hər ikisi cümlədə mübtəda və tamamlıq ola bilir. C-ni ortaya yazaram. Qoşulmalarla işlənə bilir. Aha, baxaq ki, bunu da götürə bilərik. Quruluşca yalnız sadə olmur. Aha, bu sizə ekrana gəlməyib, mənim yazdığım. Deməli, onda elə götürəcəyik ki, 1-ə yeni götürəcəyik, quruluşca yalnız sadə olur, çünki şəxs əvəzlikləri sadə olur. 2-yə götürəcəyik A, C və D-ni, mənsubiyyətə görə dəyişə bilənləri var, mübtəda tamamı, bir də qoşmaların hər ikisi, yəni həm qeyri-müəyyən əvəzlik, həm də şəxs əvəzliklər. 3-ə isə B-ni götürəcəyik ki, mənsubiyyətə görə dəyişə bilir, çünki şəxs əvəzlikləri mənsubiyyətə görə dəyişə bilmir. Və son sual. Hər kəs gəlib buğanı məğlub etsə də, demək ki, əsl qəhrəmandır. Yəni, hər kəs gəlib. Buradakı hər kəs qeyri-müəyyən əvəzlikdir. Hər bölgənin özünə məxsus adət ənənəsi var. Burada hər bölgə artıq təyini
əvəzlikdir. Yəni bunu da keçdiyimiz bayaqdan danışdıqlarımıza aid biz bilirik ki, təyinli əvəzliklər ismi əvəz edə bilir. Deməli, ismə aid olub onu ümumi şəkildə təyin edir. Ümumi şəkildə təyin etmə funksiyası təyinli əvəzliklərə aiddir. Ona görə mən birinci, bir də ikinci birə, yəni 1, 2, 3. Deməli, ismə aid olub ümumi şəkildə təyin etmək təyinli əvəzliklərə aiddir. Ona görə bunu götürərik A-ya. Yəni, üçüncü bura hissəyə, yəni ikinci bu hissəyə. Sonra, qeyri-müəyyən şəxsi bildirir, hər kəs birə yazarım. Quruluşca sadədir. Hər kəs yox, quruluşca sadə olmaq da yenə də ikinci cümlənizə aiddir. O da 3-ün nömrəsindədir. Buraya yazarıq ki, təyin funksiya, təyin olmaq da buna aiddir. Əvəz etdiyi nitq hissəsinin sualına bu bütün əvəzliklərə aiddir. Bütün əvəzliklər əvəz etdiyi nitq hissəsinin suala cavab verir və onun funksiyasını yerinə yetirir. Ona görə də burada da ortaq xüsusiyyət kimi yeni yazarıq. Yəni, güman edirəm ki, aydın oldu.